və çox biznesmenlərin etdiyi səhv budur. Bəzən onlar rəqibsiz bir mavi okeanda üzürlər, yəni bir ilklərdən olurlar, bir yenilikçi olurlar və bu müəyyən müddət öz işlərini özləri idarə edirlər. Nə vaxt ki, artıq onlar artıq öz xərclərini ödədilər, gəlirə çıxdılar, müəyyən hədəflərinə gəlib çatdılar. Bu da vizyonun olmamağından çox vaxt irəli gəlir ki, daha böyük düşünmürlər və müəyyən vaxtdan sonra onlar belə deyək də yenilikçi olmurlar. Yəni startapçı nədir? Siz hər an həm reklamınızda, həm danışığınızda, həm məhsulunuzda necə olmasın? Biz hər an sanki bazara bu gün girirəm kimi düşüncəsində olmalıyıq və təkcə düşüncəsində yox, hərəkətlərində olmalıyıq və mən ilk etdim bunu, mən bunu tək etdimlə olmur. Hansısa ikinci gələn rəqib sənin xətaların üzərindən öyrənir və daha israrlıdır. Sən arxayınlaşarkən o heç yatmayıb, o daha çox üzərində işləyib və gəlir səni keçir və bugün bazardan nə qədər çıxan